Əsərli Aşıq Havası, sözləri Miskin Abdal və Sənubər Dastanındandır. Çıxış edir Beynəlxalq Baxış Festivalı Grand Prix mükafatçısı, Aşıq Sənəti Kafedrasının müəllimi Qəlbunur İbrahimli. Müşayiət edir Balabanda Səyyaf Güləliyev, Nağarada Əli Hüseyin Əsər. Əzizlərim, Miskin Abdal bir gün Göyçə mahalından Təbrizə tərəf öz sevgili yarı Sənubərin ardınca gedirdi. Xeyli yol qət elədi, gəldi Dərələyaz mahalına çatdı. Dərələyaz mahalında gördü ki, bir dəstə qızlar, gəlinlər məclis qurublar, özləri üçün dövran sürürlər, istirahət edirlər. Miskin Abdal yaxınlaşdı, salam verdi. Əleyküm salamlaşır. Xanımlar Miskin Abdalın haqq aşığı olduğunu yoxlamaqdan ötürü dedilər, Aşıq, əgər doğrudan da haqq aşığısansa bizi vəsf elə. Onda biləcək ki, sən doğrudan da haqq aşığısan. Miskin Abdal xanımların sözünü yerə salmadı, onlara tərif elədi. Bir neçə Aşıq Havası oxudu, ancaq baxdılar, gördülər ki, soxusunda öz sevgili yarı Sənubərin adını çəkir. Xanımların içində dilli dilavər biri var idi, dedi, Aşıq, nə oldu ki, bizim içimizdə sənin Sənubərinə pay olan olmadı? Miskin Abdal baxdı, gördü ki, doğrudan da bu xanımlar tərifə layiq xanımlardır. O idi ki, onların xətrinə dəymədi. Usta Balabancı götürdü burada, sazı zilini zil elədi, bəmini bəm elədi. Görək burada nədir? Sizə çirkin ayağım deməmişəm, sizə çirkin ayağım deməmişəm.
yar